Salam Z başlanğıcı izləyiciləri. Bugünkü mövzumuz yeni ölkələr haqqında olacaq. Lakin bu videoda ölkənin cəlbedici yanından fərqli olaraq təhlükəli, xoş olmayan, bir sözlə neqativ hallar haqqında danışacağam. Ümid edirəm ki, bu başlıq altında olan videolar digərləri qədər maraqlı və faydalı olar. Keçid alaq mövzumuza. Əsasən kinoları, rəqsləri və mahnıları ilə dünyaya səs salan Hindistan bir çox neqativ halları ilə də məşhurdur. Qərb və Avropa ölkələrindən fərqli olaraq Hindistanda hava həddindən artıq çirklidir. Buraya səfər edən oksigen çatışmazlığı yaşaya bilər. Bu çirkabılığın iki əsas səbəbi var. Əsas səbəblərindən biri sənaye ölkəsi olub, zavod və fabriklərin tullantılarının birbaşa havanı zəhərləməsi. Bununla yanaşı ən böyük səbəblərindən biri də hindlilərin əksəriyyətinin natəmizliyə seçilməsidir. Buranın istənilən şəhərində ayağınız tullantıya dəyə bilər. Hətta küçələrdə vacib ehtiyaclarını ödəyən insanlara da rast gələ bilərsiniz. Küçə yeməkləri dünyanın bir çox ölkələrində məşhurdur. Burada küçə yeməyi yemək üçün ya güclü mədəniz olmalıdır, ya da ki mədəniz heç olmamalıdır. Çünki sizə təqdim olunan qidalar heç də iştah açıcı olmur. Eyni zamanda bu ölkədə tövsiyə olunur ki, açıq şəkildə olan su içməyəsiniz. Bağlı qablaşdırmalar daha təhlükəsiz hesab edilir. Dünyanın bir çox böyük şəhərlərində tıxac normal haldır. Hindistanda olan tıxac yalnız bir hindli üçün normal ola bilər. Ora gedən turistə şok effekti yaradır. Çünki bu ölkədə yol hərəkət qaydaları yalnız qanunlarda öz əksini tapır. Buna demək olar ki, heç kim əməl etmir. Nizamsız hərəkətdə olan sürücülər ölüm maşını idarə edilmiş kimi piyadalar və digər nəqliyyat vasitələri üçün təhlükə saçır. Daimi siqnalların, motosikletlərin, küçə satıcılarının səsi sizi bir xeyli narahat edəcək. Bəzi hindlilər gələn turistlərin bir daha gəlməməsi üçün necə deyərlər, əlindən gələni edirlər. Söhbət turistləri aldadan bələdçilərdən gedir. Necə ki ölkəmizdə metro çıxışlarında olan taksilər bizi zorla Şamaxıya, Ağsuya və digər rayonlara aparmağa cəhd edir. Burada da bələdçilər sənə bələdçilik etmək üçün qızğın mübarizə aparırlar. Ən sonunda da şirin dilləri ilə şirin-şirin gələn turistin pulunu mənimsəyirlər. Bir də burada oğurluq adi haldır. Ehtiyatlı olmaq tövsiyə edilir. Dünyanın 7 möcüzəsindən biri sayılan Tac Mahala girmək o qədər də asan olmaya bilər. 1 milyard 463 milyon 865 min 525 əhalisi olan Hindistana milyonlarla turist axın edir. Bu səbəbdən içəri girmək heç də asan deyil. İnəklər Hind dinazlarında müqəddəs qəbul edildiyi üçün demək olar ki, hər küçədə, şəhərin mərkəzində rastınıza çıxa bilər. Burada meymunlar da şəhərin sakinlərinə çevrilib. Heyvana da bəzən öz pis əməllərinə alət edən hindlilər mövcuddur. Bəzən meymunlardan oğurluq üçün də istifadə edilir. Bu siyahını uzun tutmaq olardı. Bir çox şeyi qeyd etmədim ki, hər bir halda gedib görmək istəyən mütləq ki var. Bir də bunu qeyd edim ki, bəzi hindlilər Azərbaycanlıları sevmir. Buna səbəb Pakistan ilə olan sıx münasibətlərimizdir. Bu sadaladıqlarım mənim fikirlərim deyil. Gedib, görən, peşman qayıdan turistlərin fikirləridir. Hindistanda yaşayan və ya ora səyahət edən izləyicilər rəylərdə bizimlə fikirlərini bölüşə bilər. Ümid edirəm ki, video faydalı oldu. Bizə dəstək olmağın yolunu əminəm ki, bilirsiniz. Bir daha xatırladım. Videonu bəyənib kanala abunə ola bilərsiniz. Növbəti videoda görüşmək ümidi ilə. Sağlıqla qalın.